Doktor, qaraciyər xəstəlikləri qaşınma verirmi? Bəli. Bir çox qaraciyər xəstəlikləri var ki, xüsusən də xolestatik qaraciyər xəstəlikləri, bunlar qaşınma şikayəti ilə gedir. Xəstə çox güclü qaşınmadan şikayət edir. Xəstənin əllərində, ayaqlarında, ətraflarda dırnaq izlərini biz görürük. O qədər qaşıyırlar ki, hətta yaralar yaradırlar. Xolestatik qaraciyər xəstəlikləri zamanı nə baş verir? Bu zaman öd axımında qaraciyərdə problem yarandığı üçün bu öd yolunda bir daş ola bilər, öd yolunda bir törəmə ola bilər. Bundan başqa genetik qaraciyər xəstəlikləri var ki, PBC kimi. Bu xəstəliklər zamanı güclü qaşınmalar müşahidə olunur. Bu zaman qanda ALP, GGT dediyimiz qaraciyər fermentləri həddindən artıq yüksək olur. Bir də hamiləlik xolestazı dediyimiz bir xəstəlik var ki, bu da hamilələrdə baş verir. Hamilələrdə 2-ci, 3-cü trimestrdə özünü daha çox göstərir. Ciddi qaşınmalarla, sarılıqla, qaraciyər testlərinin yüksəlməsi ilə müşahidə oluna bilər. Bu zamanda mütləq müdaxilə gərəkdirir, çünki doğrudan da dözülməz qaşınmalar olur. Bəli, əgər səbəbsiz qaşınmalarınız varsa, mütləq altda yatan qaraciyər xəstəliyinin olub-olmamağını müəyyən etmək lazımdır, həkimə müraciət etmək lazımdır.